Hər vaxtınız xeyirli olsun. Bu videonu paylaşın hər kəsə. Çünki sizin insanlığa verə biləcəyiniz çox böyük bir töhfə ola bilər. Əgər doğrudan da öz xalqınızı, insanları sevirsinizsə. Sizə bir normal bir şey danışıram. Biz ruh olanda bir ailədə idik. Oradan gəldik bu yer kürəsinə, komandirovkaya. Buradan bura gələndə biz stres keçirdik. Travma aldıq. Yəni ruhən artıq ruhumuzda bir proqramda nəsə pozuldu. Və bu qaydasına düşə bilərdi. Əgər burada olan valideynlər desə də, oğlum, qızım, xoş gəlmisən, sən də bizim kimi mələksən, biz səndən qabaq gəlmişdik və bunu başa düşsəydilər. Amma başa düşmədilər. Bu sevgini görmədi burada. Buradakı proqramı bunu dəstəkləmədi. Burada tamam başqa bir şey başladılar deməyə. Əzizlədilər falan nəsə öz yerində. Amma bu proqramla əlaqəsi yox idi. Sonra buradan nümayəndələr gəldilər bunu ziyarət etməyə. Gözünü görsənməyə başladılar. Buna isə informasiya verilməmişdi ki, sən buradan gəlmisən, biz də başqa bir yerdən gəlmişik, sonunda hamımız birik də. Və gözlə nələrsə görsənə bilər. Biz bu planetdə tək deyildik. Kimlər var, nələr var, yad deyilən bir şey yoxdur ümumiyyətlə kainatda. Hamısı Allahın enerjisinin təzahürləridir və s. Buna informasiya olub başa salmadılar. Nəsə bunlar gəlib buna dəyəndə bu dedi ki, tam budur da bu. Ay ana, ay ata. Bəs gözümə belə bir varlıqlar gəlmişdi, görsəndilər müxtəlif formunda. Bu da aha fikirləşir. Ay, nə məsələdir? Sən uşağı qara basır, dəli olacaq. Neyini? Aparaq bunu ən yaxşı halda neyini? Çıldaq aparaq. Cız bız cız uşağı götürdülər, yandırdılar dizini, qolunu, orasını, burasını. Və uşaq yenə görür yuxu. Və yaxud da ki, gözünə görsənir, və yaxud da nəsə də müəyyən bir şeylər. Yenə danışır, yenə aparılır çıldağa. Bu dəfə bunlar deyir ki, biz gedirik, uşağı incidirlər. Biz ən salamatı getməyik. O böyüyəndən sonra başa düşəcək söhbət nədir. Bu yaxşı haldadır. Çıldaq məsələsi. Bəzən bunlar heç çıldağı da bilmirlər. Birbaşa həkimə aparırlar. Həkim də ona cürbəcür dərmanlar yazır. Hə, səndə qulüsinasiya olur, falan olur, nə bilim. Bunlar hamısı onun üçün qurulub ki, uşaq oyanmasın. Axı bu təzə gəlib oradan, ayıq ruhdur. Sizin bu yuxularınız, nağıllarınız ona hələ işləməyib. Bunu yatırtmaq üçün cürbəcür nə bilim, dərmanların adları nədir bilmirəm də o şey verirlər. Ki bunun beyni şey olsun. Bu da nətər olur? Dərmanları atandan sonra başlayır dili pəltək vurur, belə gec-gec danışmağa başlayır. Bir sözü darta-darta danışır, montaj gedir sanki. Niyə? Çünki fikirləşə bilməsin və öz beynindəkiləri yalan saysın. Yəni bunun şəxsiyyətini məhv edirlər. Bu hələ biraz davam eləyərsə, ara sıra bunda bu oyanış, ruhu dirəşərsə ki, yox, mən oyanacağam. Bunu konkret olaraq dərmana oturtduracaqlar. Sonra prosedur olaraq ildə 2 dəfə ya bir dəfə 2 ay, 3 ay yatmalıdır dəlixanada. Konkret dərmanlar atmalıdır. Ətraf da bunu dəli deməlidir. Siz başınız xarabdır. Mən sual verirəm. Siz özünüzü gic yerinə qoymusunuz. Allahın göndərdiyi varlığı götürüb bu cür dərmanlarla dəli edirsiniz. Sən bu dərmanı atmısan özün vəbşə. Sən bunun tərkibi ilə məşğul olmusan. Nə bilirsən nəyə xidmət eləyir? Bu dərman zor idisə, super idisə, niyə bunu atan kimi bir həftə sağaltmadı və bu illər uzandı ki, indi həmin bu balaca körpə həsrətlə gözlədiklərimiz, Qurban Nəzir demişdi bu dünyaya gəlsin. Evlənən kimi bir şey yoxdur. Hamısı bunun həsrətində idi. Və nə oldu bunu indi gətirib 40 yaşı var dəlixanada yatır hələ də. Siz neynədiniz? O sizə bir dahi deyə gəlmişdi. Keçmişdə insanlar deyəndə ki, biz göydə uçacağıq. Yuxu görüblər də, samolyot fikirləşiblər, nəsə belə bir şey. Hamı ona dəli deyirdi. Dəli sizsiniz, ay cəmiyyət. Dəli sizsiniz, sizin başınız işləmir. Siz hələ adam olmamışsınız. Adam olmanı 1200, 1500 milyard vaxtınız var sizin hələ bundan sonra. Olsaz o da şükür edin. Niyə? Siz bu 1000 ildir bir dənə təhsili düzəltməmisiniz. Bir dənə aclığı yer üstündən yoxa çıxartmamışsınız. Bir dənə kasıblığı düzəltməmisiniz. Siz heç nəyə qadir deyilsiniz. Biz bir qələt eləyə bilməmişsiniz milyon ildir. Bütün tariximizə baxsaq, hansısa sultan nə bilim
Gicdampun başdan xarab kim getdi ordunu yığdı 50 minlik ordunu. Getdi orada 40 min adamı məhv elədi. Yarısını şikəst elədi də qılıncdan şu analar oğulsuz qaldı. Nə bilim qadınlar ərsiz qaldı. Yəni bunu eləmisiniz, nə qələt eləmisiniz? Bu bütün dünya etdi. Hitler oradan bomba atır. Bu birisi buradan onu hədələyir. Bu birisi buradan təyyarələr düzəldir insan məhv eləmək üçün. Cəmiyyət olaraq, dünya əhalisi olaraq siz bir qələt eləməmisiniz. Hələ ondan da betər bu uşaqları məhv eləmisiniz. Uşaqlar bizi kimdir? Bunlar sizə köməyə gələn tanrılardır. Fiziki bədən gəlirlər ki, sizin bu cəmiyyəti dəyişsinlər, düzəltsinlər. Axı düzəltməmisiniz. Düzəltsələr bunlar gəlməyə ehtiyac qalmaz. Burada sivilizasiya olar, bununla birləşə bilər. Yəni sən özünü bu xaraba dediyin dünyadan cənnətdə olduğu kimi aparsan, cənnətdə özünü nətər aparasan adam kimi. Burada da aparsan, bu sərhədlər açılar, daha ehtiyac yoxdur. Cənnətlə buranın arasında pərdə qalmaz. Vəsə, sən ora gedərsən, oradakılar bura gələr, rahat bir-birini görüb danışarsınız, mesajlaşarsınız, nəsə də. Çünki özünü yaxşı apara bilmirsən deyə bu var. Sizə indi 5-ci boyutdan güclər var da, enerjilər. Uçursan istədiyin yerə, bədənin vibrasiyasını dəyişdirirsən, gedib başqa bir yerdə olursan, nə bilim, nə, hər şey elə bilirsən. Sizə o güclər versə bilsin, neyinirsiniz? 90% debil, gedəcək görüm, hansı qız harda nətər yatır, hamamda nətər çimir, nə bilim, kim harda nə söhbət eləyir. Gözə görsənməz olub, ancaq bununla məşğul olasınız. Və filmlər də çəkiblər buna aid. Ya da ki, gedib bank yarasınız, pul oğurlayasınız, ya da kimisə qisas alıb öldürəsiniz. Siz hələ böyüməmişsiniz, siz elə zibil yığınısınız, başa düşürsünüz, sizin beyninizdə o qədər zibillər var ki, onlar tullanmalıdır, yox olmalıdır. Onu etiraf edə bilmirsinizsə, ona Allah dərgahında sizə rüşo deyilir. Ruhu şad olsun. Hələ sevinin ki, bunu dedim. Əslində, mədəni, intellektual, şərəfsiz, miş deyilir. Başsa dönün. Adamsızsa doğrudan da adam olun. Adam deyilsizsə deyin ki, adam deyilik. Ən azı bir etiraf edin, bu sizdən götürülsün bu şey. Gəl bilək ki, uşaqdılar da bunlar hələ heç bağçaya da getmirlər. Sürünənlər sinifidir. Belə olmaz. Siz neyinirsiniz? Bu insanları niyə məhv edirsiniz bu körpələri, bu uşaqları? Hansısa debil orada farmasevtika neynir? Farmasevtika səni sağaltmır. O birdən girdirmə bir dərman düzəldir. Nə üçün? Çünki sən onu alasan, pul verəsən. O da xəstəni sağaltmır, sonra yeni gələsən. Yəni simptomları yüngülvarıda yola verməkdir. Əgər bu doğrudan da dərman olsaydı, ilahidən bir dərman, sən sağalardın. Bir həftə 10 günə sağalardın, bitərdi hər şey. İnsan deyir ki, filan şey var da, bu o vaxt 200 il qabaq deyir ki, samolyot uçacaq biz göydə. Niyə buna dəli deyirdiniz? Həyatda gördüyünüz nə var? Bütün hər şey, şüşəli binalar, uçan nə bilim, nələr, hamısı vaxtilə kimlərinsə ideyaları olub. Həmin adamları ham dəli deyib. Halbuki onlar dahi idilər və sizə köməyə gəlmişlər. Sizin cəmiyyəti palçıqdan çıxartmağa gəlmişlər. İnsan vardı, gəldi, traktoru düzəltdi. Nə qədər kəndçilərin işləri yüngülləşdi. Biri gəldi, maşını düzəltdi. İndi hamı maşını alıb, maşınla sürür, ora-bura gedir, şəxsi olub. Çox şeyləri vertolyot da düzəldə bilərlər. Balaca bir uçan maşını, hər şey eləyə bilərlər, amma siz ona hazır deyilsiniz. Necə bunu fikirləşə bilmirsiniz? Heç olmasa öz uşağınıza qarşı bu cür qəddar olmayın da. Niyə uşaqları məhv edirsiniz? Niyə? Tamam, belə bir şey elə bilərik. Kim də belə tanışları var, falan varsa, mənə şəxsiyə yazsın. Bir dənə WhatsApp qrupu yaradım. Qoy heç olmasa onlar orada özlərini ifadə eləsinlər. Orada danışsınlar rahat. Onlar üçün bir şərait yaradaq. Özlərini ifadə imkanı yaradaq. Çünki ailə onları dəli sayır, qohum dəli sayır. Halbuki o ideyalar deyə xaricdə bellərini götürüb bu ideyaları, ixtiraları eləyib pula çevirirlər. Siz məhv edirsiniz bunları. Gəlsinlər burada bu dahilər birləşsin bizim bu WhatsApp qrupunda. Siz də həkimə verdiyiniz o 100 manatın əvəzinə 5 manat ödəyərsiniz. Biləsiniz ki, uşağınız artıq rahat harca bölüşə bilir. Aylığı 5 manatdır. Gəlsinlər, danışsınlar orada. Bundan o tərəf mən heç nə eləyəmərəm. Çünki bunların sisteminə qulaq asmaq nə burada şey lazım, enerji lazımdır. Təşəkkür edirəm.